Her yeməyinə sizi dəvət edək yarım saatlığına. Sevginiz o qədərdir ki, çox istəməkdən irəli gəlir. Çox sağ olun bu sevgiyə görə. Təşəkkürlər. Ema xanım, bilirsiniz siz danışanda nəyə fikirləşdim? Deyirəm ki, məsəl üçün evdə oturmusunuz, işləməmisiniz, həmişə deyirdiniz ki, arzulamışdım ki, ay Allah, niyə mənə belə, niyə mən də bir nəsə bu qədər, necə deyim, hər bir şey əlimdən gəlir də. Görün, Allah Teala sizə hardan vurdu, istedadı çıxartdı üzə ki, doğrudan da heç bir istedad. Bəli, qismət. Bunu mən 35 yaşında demişəm. Bu sözləri yadıma gəlir ki, mənim ömrümün 35-ci illəri idi və mən ki, ya Rəbbim, mən elə belə özdə səliqəni sevirim, sil, təmizlə, nə bilim, belə də hər şey gərək yerində olardı. Öz-özümə bir dəfə polçotkusu əlimdə evin ortasında durdum belə, bax bu sözü özümə dedim də. Elə bir sanki Allahla onda da danışırammış, amma onu anlamırdım. Amma danışırdım, bir şey istəyəndə ona deyirdim. Sözün birinə qoyub birinə keçib, qaynatam ki zülüm verirdi. İşgəncədə belə qışqır, dava hər gün var idi, qaçırdım məhləyə. Deyirdim, göylərə baxıb, deyirdim, ayılı, indi cavanam, mən bunlara dözərəm, eybi yoxdur. Mən axırımı verərsən, eybi yox, buna dözərəm, bunu da deyirdim. Hədə 35 yaşlarımdır, yadıma gəlir, 35-36 deyirəm ki, pul çoxusuna söykənib deyirəm, ya Rəbbim, mən elə belə gəlib bu dünyadan beləmi gedəcəm. Axı, mənim dünya görüşüm başqadır. Belə, nə bilim, hər şeyə zövqüm gözəldir, fantaziyoram, özümdən kəşf edim. Bir də görsən, pərdələr tikirdim, bir də görsən, şirniyyatlar et, bespadovna, belə, hər şey belə fantaziya güclüydü də, vermişdi Allah Teala. Mən elə belə hiç elədim də, yəni bir adamda bir ad, bir nəsə bir sənətin sahibi etmirsən, elə bir fikirlərim olur, o yaşlarda. İnan, görürsünüz, Allah Teala səsinizi eşidib. Bu qədər... Zaten bu bir alın yazısı imiş. Bura gəlib çıxacağıma, heç oxuduğum illərdə də anlayışım yox idi ki, mən belə bir süfrə açıb oturacağım. Həmişə deyirdim ki, ay Allah, bu qədər məni öyrətdin, bu qədər hikmət sahibi, heç kimi də bunu anlamır. Mən neynirəm bu boyda sözü? Boğulurdum, rəngim də qaralırdı, heç kimi anlamırdı. O fikirlər məni boğurdu. Və bu da var idi. Mən yadıma gəlir ki, mən əvvəldən heç bilmirdim, sizlə belə yaxından tanış da deyildim, tanımırdım da. Həmişə balet eləyirdim, səs tembriniz xoşuma gəlirdi, Ema xanım, fikirləriniz xoşuma gəlirdi. Nəsə məni çəkirdi də, siz paylaşımlar. İnanın ki, mən siz əvvəldən o başınızda yaşıl yaylıq, rənginiz torpaq rəngi, çox düzgün qeyd edirsiniz. Boğulmuş bir rəngdə, özdə belə ancaq elə bir ki, araşdırırdınız ki, bu nədən doğur, niyə belə olur, nədən olur? Ancaq bax belə, bilmirəm, o vaxtdan siz məni çəkirdiniz də. Amma o gün bugün, Azadə, bax o gün bugün yenə də bunların içərisində araşdırmalar gedir. Nədən nə doğulur, nədən nə doğuldu. Bax bu yenə də var. Bəli.